Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammed və aləlihi və sahbihi ecmaîn. Selamun aleykum əziz müsəlmanlar. Demək, tələbələr tez-tez soruşurlar ki, ərəb dili dərslərinə nə zaman başlayırıq? Çünki bəzi tələbələr, müəyyən bir kütlə artıq ərəbcə üzündən oxumağı bacarır, lakin ərəbcə dərsləri başlamağını gözləyirlər. Lakin bu işin bu qədər uzanması həmçinin də məni bu işdən çəkindirən, yəni ərəbcə dərslərə başlamamamın bir səbəbi var idi. O da ölkəmizdə böyük bir kütlənin üzündən oxumağı, ərəbcə üzündən oxumağı bacarmamağı idi. Məhz buna görə də çalışdım ki, bütün hamıya uyğun, münasib, asan bir kurs tərtib edeyim. Allahın izni ilə bunu etdik, əlhəmdülillah. Dərslər 5-10 dəqiqə civarında oldu təxmini hər bir dərs. Və o dərslərdən sonra 10 dərslik ərəbcə oxuma qaydalarında bir yerdə öyrəndik. Daha sonra deməli təcvid haqqında qısa bir məlumat verdim ki, tələbələrin qarşısında maneəyə çevrilməsin. Çünki bəzi adamlar elə bilir ki, bəziləri yox, çox adam elə bilir. Çünki ərəbcə bilmirlər, öyrənməyiblər. İlk dəfə başlayan və ümumiyyətlə ərəbcə öyrənməyən deməli tələbələr elə bilirlər ki, təcvidsiz ərəb dilini öyrənmək olmaz. Yəni təcvid bilmədən ərəbcə oxumağı olmaz. Və bu barədə də qısa bir video hazırladım. İstəyənlər ona baxa bilər. Bu gündən etibarən isə inşallah deməli ərəb dili kursumuza başlayırıq. Deməli kitabın adı, qısa bir məlumat verim. Durusul lüğətil arabiyyə li qeyrin natiqinə bihə. Ərəb dili dərsləri bu dildə danışmayanlar üçün. Kitabın müəllifi Fə Abdurrahim keçən il səhv eləmirəmsə dünyasını dəyişdi. Allah ona rəhmət eləsin. Ondan razı olsun. Deməli bu kitab hardasa 40-50 ildir Mədinə İslam Universitetində tədris olunur. Kitab çox yığcam və qrammatik cəhətdən tədrici olaraq irəliləmək üçündür. Çalışacağam. Bundan əvvəl sözün açığı başlamışdım. Bir dəfə deməli ərəbcə dərslərimizə keçmişdik müəyyən qədər, lakin daha sonra uzun müddətli olaraq o dayandı. Bugündən etibarən isə yenidən başlamaq istəyirəm. Daha asan şəkildə qrammatik qaydaların daha bəsit, sadə formada izahı ilə çalışacağam bu dərsləri keçək. Və tələbələrdən istəyim, deməli bundan əvvəl deməli bir dərsimiz var idi bir tələbə ilə. Ərəbcə öyrənənlərə, təzə başlayanlara nəsihət. Hardasa bir 15 dəqiqə civarındadır. O videoya baxsınlar mütləq. Çünki həmən deməli elmə nail olmaq üçün tələbənin qarşısında olan maneələri, həmçində səbəbləri bildirir. Ondan sonra isə inşallah bu kitaba başlaya bilərik. Bu günləri deməli ilk dərsimizi keçəcəyik. Allah müvəffəq etsə çalışacağam qısa edeyim. Həftədə 2 dəfə olmaq etibarı ilə çalışacağam davamiyyəti pozmayım. Tələbələrdən də istəyim dərslərə məsuliyyətli yanaşmaları və həmçinin də kanalı dəstək üçün videonu bəyənməyi və digərləri ilə paylaşmağı unutmamalarıdır.